Salam izləyicilər, CorelDRAW proqramında yeni sənəd yaradarkən açılan Create a New Document dialoq pəncərəsində qeyd etmişdik ki, iki pəncərə əlavəsi mövcuddur. Document Settings və Templates pəncərə əlavəsi və bundan öncəki video dəstə Document Settings pəncərə əlavəsi haqqında danışmışdım. Bu video dəstə isə Templates pəncərə əlavəsi haqqında danışacağım. Hal-hazırda Document Settings pəncərə əlavəsi açıqdır. Templates pəncərə əlavəsinə keçid etmək üçün üzərində olan sol düyməsini bir daha vurmaq kifayətdir və nəticədə Templates pəncərə əlavəsi açılır. Bu pəncərə əlavəsinin sol panelində müxtəlif kateqoriyalar üzrə şablonlar yerləşir ki, onları seçib üzərində müəyyən düzəlişlər verərək yeni fayl yaratmaq mümkündür. Məsələn, burada restoran menüsü adlı bir şablon var. Onu seçəndən sonra Open düyməsini vurub açırıq və daha sonra burada müəyyən düzəlişlər eləyə bilərik. Məsələn, mətn dəyişə bilərik. Mətn dəyişirik. Və ya məsələn, müəyyən bir hissəni seçib rəngi dəyişə bilərik. Və ya məsələn, başqa dəyişikliklər də eləmək olar. Məsələn, obyektin məsələn də formasını dəyişdirə bilərik və ya burada məsələn başqa digər yazılar var, məsələn onları da dəyişdirə bilərik və ya yazıların rəngini də eyni zamanda dəyişdirə bilərik. Məsələn belə bir rəng və s. Yəni müxtəlif düzəlişlər edərək daha sonra yaddaşa verərək save düyməsi vasitəsilə bunu yadda saxlaya bilərsiniz. Yəni hazır şablonlar üzərindən düzəliş verməklə istifadə edə bilərsiniz və s. Və görürsünüz, burada da telefon nömrəsini dəyişdirirəm və s. Yəni müxtəlif bu formalla olan dəyişiklikləri həyata keçirə bilərsiniz. Yəni qeyd etdiyim kimi burada müxtəlif seçimlər var, müxtəlif şablonlar var. Və biz burada hər hansı bir şablon seçdiyimiz zaman sağ paneldə həmin şablon nümunəsi haqqında burada məlumat və onun xüsusiyyətləri əks olunur. Sol panelin yuxarısında isə Search Templates adlı panel yerləşir ki, burada şablon nümunələrinin axtarışını həyata keçirmək olar. Yəni hər hansı bir məlumat yazıb bu formada məsələn media yazıram, şablonları axtara bilərsiniz və s. Silmək istəyirsinizsə sildikdən sonra enter düyməsini vuranda yəni bütün kateqoriyaları burada görə bilərsiniz. Templates pəncərə əlavəsini dedik ki, sağ panelində seçilən şablonun burada məlumatları əks olunur. Yuxarıda isə sort və filter düymələri və ya əmrləri mövcuddur. Sort əmri vasitəsilə şablon nümunələrinin müəyyən parametrlər ilə sıralanmasını təmin etmək olar. Məsələn, burada favorite seçsək, yəni siz burada əgər yeni bir şablon yaratmışsınızsa, onları sizə göstərəcək. İndi yaratmadığımız üçün bu siyahıda heç nə çıxmadı. Recent seçsək, son istifadə olunan şablonları bizə verəcək. Name seçsək, ada görə sıralanma verəcək. Yəni əlifba sırasıyla görürsünüz, A hərfi ilə başlayır, sonra B hərfi ilə başlayanları bizə verir, yəni əlifba sırasıyla və ən sonda görürsünüz, W hərfi ilə başlayanları bizə verir. Data created seçsək, yaradılma tarixinə görə sıralama verəcək şablonların. Data modified seçsək isə son düzəliş tarixinə görə şablonların sıralanmasını həyata keçirəcəkdir. Filter əmri isə şablon nümunələrinin kateqoriyalar üzrə süzgəcini həyata keçirir. Hal-hazırda o kateqoriya seçimi aktivdir, yəni bütün kateqoriyalar. Məsələn, bu covers seçsək, kitab üzükləri, broşur seçsək, broşuraları sol paneldə əks etdirəcək. Business kart seçsək, vizitkaları, yəni biznes kartları əks etdirəcək sol paneldə. Yəni biz ümumiyyətlə sort və filter əmri ilə əməliyyat yerinə yetirdikdə, yəni nəticəsi sol paneldə əks olunur. Məsələn, sertifikat seçsək, sertifikatları, poster seçsək, posterləri və s. Yəni
Seçilən kateqoriyalara uyğun şablonları sol paneldə əks elətdirir. O kateqoriyası seçsəz bütün kateqoriyaları görəcəksiniz. Bundan başqa seçilmiş şablonun məlumatlarını göstərib göstərməmək də mümkündür. Bunun üçün pəncərənin aşağı hissəsində Show Template Details bu seçimi deaktiv eləsəz, yəni mouse'un sol düyməsini bir daha vuraraq bu zaman sağ paneldə onun məlumatlarını görməyəcəksiniz. Yenidən aktiv eləsəz onun məlumatlarını burada görəcəksiniz. Həmçinin bundan başqa burada gördüyünüz şablon işarələri də müxtəlif ölçülərdə əks etdirmək mümkündür. Bunun üçün Thumbnail Size düyməsinin sürüngəcini bir qədər dəyişmək lazımdır. Yəni daha kiçik və ya daha böyük ölçülərdə şablonları əks elətdirə bilərsiniz. Bu qədər. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmağı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalanıb bilsinlər. Hələlik sağ olun.